Son illərin qiymət dinamikası Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun digər qəsəbələrində evlərin əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Belə olanda da az və orta gəlirli vətəndaşların ev almaq üçün iki yolu qalır. Ya ipoteka kreditinə müraciət edirlər, ya da kirayə mənzil mexanizmindən faydalanırlar. Açıq informasiya resurslarından əldə edilən məlumatların təhlili göstərir ki, vətəndaşların mənzilə tələbi olduqca yüksəkdir. Bu tələbi qarşılamaq üçün İpoteka və Kredit Zəmanət Fondu tərəfindən mart ayında həm adi, həm də güzəştli ipoteka kreditləri üzrə limitlər açılıb. Eləcə də yanvar ayında Sumqayıt şəhərində 222 kirayə mənzil vətəndaşların seçiminə təqdim olunub. Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən təkcə kirayə mənzil üçün hər gün 100-ə yaxın şəxsin müraciəti qeydə alınır. Ekspertlərin fikrincə son illər mənzil və kirayə haqlarının bahalaşması aşağı və orta gəlirli ailələrin öz yığımları hesabına mənzil almasına əhəmiyyətli dərəcədə çətinləşdirir. Ramil Osmanlının sözlərinə görə hökumət tərəfindən vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün bir neçə istiqamətdə fəaliyyət həyata keçirilir ki, vətəndaşların öz yığımları ilə mənzilə əlçatanlığı baxımından ən optimal şərtlər məhz satmaq öhdəliyi ilə kirayə mexanizmidir. Burada ilkin ödəniş yoxdur, ilkin ödənişə tələb mövcud deyil. Vətəndaş mənzili götürür, 25 il müddətinə kirayə haqlarını ödəyir və müqavilə üzrə öhdəliklər başa çatdıqdan sonra həmin mənzil vətəndaşa qalır. Faktiki olaraq bazarda günü-gündən kirayə qiymətlərinin bahalaşması prosesi var, tendensiyası müşahidə olunub. Kirayə mənzillərlə bağlı bazarda təklif portfelinin məhdudlaşması prosesi baş verir. Bazara ilbəildən daha bahalı mənzillər çıxır. Bu mənada satmaq öhdəliyi ilə kirayə mənzil layihəsi çərçivəsində bazara təklif olunan mənzillərin sayının artırılmasına ehtiyac var. Vətəndaşlar da kirayə üsulu ilə mənzil almağın daha əlverişli olduğunu bildirir və mənzillərin mütəmadi seçimə təqdim olunmasını istəyirlər. Evlərin qiymətləri bir dəqiqə əl yandırır. Hər ildə qiymətlər qalxmaqda sürətli şəkildə davam edir. İndiki vəziyyətdə öz şəxsi hesabıma ev almağı mümkündür. Maraqlanmışam. Hal-hazırda belə deyim, ən güzəştli şərtlərlə kirayə mənzillər götürmək olar. Kirayə mənzillər orada da şərtlər xoşuma gəlir. Niyə xoşuma gəlir? İlkin ödəniş ümumiyyətlə azdır. Təmirli mənzillərdir. Açılmağını gözləyirəm ki, müraciət edəyəm. Arzu edərdim ki, tez-tez çıxarsınlar. Gənclər bundan yararlansın kirayə mənzillərdən. İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə indiyədək kirayə mexanizmi çərçivəsində 9300-dən çox ailənin mənzil şəraiti yaxşılaşıb. Tələbin yüksək, şərtlərin əlverişli olması mənzillərin vətəndaşların seçiminə təqdim edildikdən sonra ən qısa müddətdə, hətta dərhal realizə olunması ilə nəticələnir. Fond tərəfindən indiyə qədər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda vətəndaşlara 17 müxtəlif ünvanda mənzillər təklif edilib. 2026-cı ilin qarşıdakı aylarında da yeni mənzillərin təqdim olunması nəzərdə tutulur. Nigar Polad, Samir Qasımov, Kənan Qafar, Xəzər xəbər.